Həmin elmi kütləvi ədəbiyyatlar bir çox adamları nadanlıqdan xilas edib cümləsində sözlərin morfoloji tərkiblə bağlı doğru fikirdir. İlk iki söz eyni nitq hissəsinə aiddir, yanlışdır. Həmin sözü əvəzlik, elmi kütləvi sözü sifətdir. Əşyanın adını bildirən sözlər ismin eyni halındadır, yəni isimlər nəzərdə tutur. Ədəbiyyatlar adlıq haldadır, adamları isə təsirli haldadır. Deməli, bu da yanlış fikirdir. Cümlədəki sifət və say eyni suala cavab verir. Cümlədə bir çox sayı işlənmişdir. Nə qədər suala cavab verir. Sifətimiz isə elmi kütləvi necə sualına cavab verir. Bu da yanlışdır. Bütün isimlər konkretdir. Nadanlıq sözü mücərrəd isimdir. Ona görə bu da yanlışdır. Cümlə sifəti əvəz edən sözlə başlayır. Bu doğru fikirdir. Söhbət həmin əvəzliyindən gedir. Həmin əvəzliyi işarə əvəzliyi olub yalnız sifəti əvəz edir. İrəli getmək məcazi mənada hansı anlamdadır? Tənəzzül etmək əksidir onun, yəni geriləmək deməkdir. Cavabımız olacaq inkişaf etmək. İrəli getmək elə məcazi anlamda inkişaf etmək deməkdir. Adi dərəcədə olan və keyfiyyət bildirən sifətləri müəyyən edin. Açıq sarı həm azaltma dərəcəsidir, həm də əlamət bildirir. Tünd qırmızı çoxaltmadır, əlamə bildirir. Qara buğday adi dərəcə olsa da rəng bildirdiyi üçün əlamət bildirir. Cavabımız 1 ilə 2 olacaq. Həm adi dərəcədədir, həm də keyfiyyət bildirən sözlərdir. Hansı bəndlərdə hal şəkilçisi qəbul etmədən də sahiblik bildirən isim var? İsim dediyi üçün körpə sözünü, mən sözü var, burada çıxırıq. Çünki burada ümumiyyətlə isim yoxdur. Körpə səsində körpə sifətdir. Deyir, hal qəbul etmədən şəklin sözündə in-yəli halda çıxırıq. Cavabımız olacaq 1 və 4. Söhbət qeyri-müəyyən yəli hallı sözlərdən gedirdi. Tələffüz formasında verilən hansı söz yerinə görə sifət və isim kimi işlənə bilər? Sirri sözünü həm sirri şəklində, onun sirri, həm də sirli şəklində yaza bilərik. Biri birdir. Başlı sözünü, biri var başlı, sifət kimi, bir də var başdır, yəni isim kimi yaza bilərik. Deməli, 2 doğrudur. Böyük sözü heç vaxt isim ola bilməz. Buruq sözü yazılarkən buruq kimi yazılacaq və həqiqətən də sifət və isim kimi işlənən sözdür, amonim sözdür. Əl-açıq sözü isə ə, li, açıq şəklində yazılır və yalnız sifət ola bilən sözdür. Cavabımız 1, 2 və 4 olacaq. Hansı nümunədə bütün sözlərin yazışı düzgündür? Ən acı məğlubiyyət 2 ilə yazılmalıdır, səhvdir. Eynəkdir sözü 2 ilə yazılmalıdır, səhvdir. Cavabımız bu variant olur. Burada bütün sözlər doğrudur. Köynəyin ilk düyməsi səhv yox, səhv ilə olmalı idi. Ona görə bu da yanlışdır. Ümumiyyətlə ehtiyatlı sözü 1 ilə yazılmalıdır. Bu da yanlışdır. Hecaların biri yalnız saitdən ibarət sözdür. Elanlar biri edi, bədilik. İ hecası var burada da. Deməli, birə gedir B və S. Səs artımı ilə deyilən sözdür. Sehirli sözü, sehirli. Burada İ saiti əlavə olunur. Deməli, 2-yə gedir A. Və sərt dəyişmir. Xoşbəxt sözü də dəyişmir. 1-ə BS, 2-yə gedir A. Uşaqlar burada bir kimsəni görmədilər. Doğru fikir istəyir əvəzlə bağlı. Deməli, kimsə sözü əvəzli idi. İsmi əvəz edib doğrudur, təsirli halda işlənib. Adlıq hansı suala cavab verir? Xeyr. Kimi görmədilər? Təsirlinin sualına cavab verir. Aid olduğu halın bir forması var. Xeyr, təsirlinin 2 forması var. Müəyyən və qeyri-müəyyən. 4 isə doğrudur. Cavabımız 1 və 4-dür. Onda sözü kontekstə görə o vaxt sözünün yerində işlənə bilər. Bəli, bu zaman zərf olacaq. İsimləşmiş say kimi işlənə bilər. Bəli, 10 üstünə gəlsin da yerli hal kimi düşünmək olar. Qeyri-müəyyən say kimi işlənə bilər. Yanlışdır. Əvəzlik kimi işlənə bilər. Bəli, o şəxs əvəzliyi. Üstə n bitişdirici olacaq. Üstə da olacaq yerli hal. Kim də sona cavab verəcək. Doğrudur. İsim kimi işlənə bilər. Xeyr. İsmi əvəz edə bilər sadəcə. Əvəzli ola bilər. Cavabımız 1 və 3-dür. Hansı cümlədə bu əvəzindən sonra vergül qoyula da bilər, qoyulmaya da bilər. Bu o deməkdir ki, biz bunu həm təyin kimi düşüb ona hansı sualını verə bilərik. Eyni zamanda mübtəda kimi düşürüb kim və yaxud da nə sualını verə bilərik.
Bu ən sevdiyim musiqidir. Burada bundan sonra ədat gəlib, vergül olmayacaq. Bu qəsəbədə yaşayıram. Burada buya yalnız hansı sualını veririk, hansı qəsəbədə. Ona görə vergül olmayacaq. Bu sənə göndərilib, sənə əvəzliyi gəlib, ona görə vergül olmayacaq. Cavabımız bu variantdır. Əgər desəm ki, bu məktəbin uğurudur. Nə bu? Bu zaman vergül olacaq. Özündən sonra da isim var. Amma desəm bu məktəbin uğurudur. Hansı məktəbin? Bu zaman isə vergül olmayacaq və bu əvəzliyi təyin rolunda çıxış edəcək. Bu poema Nizaminin şah əsəridir. Poema burada mübtədadır, bu isə təyindir və burada yalnız buya hansı sualını verdiyimizə görə vergül olmayacaq. Hansı fikirlər tünd-qara şriflə verilmiş ifadənin şərhinə uyğundur? Mətndə tünd-qara hərflərlə verilmiş ifadə sınaqdan çıxarmaqdır. Sınaqdan çıxarmaq ifadəsi kiminsə sınağa çəkmək deməkdir, yoxlamaq deməkdir. Məcazi mənada işlənib. Həqiqi mənası yanlışdır. Sınağa çəkməklə əks yox, yaxın mənalı ola bilər. Ona görə bu da yanlışdır. Yoxlamaq mənasıdır, bu doğrudur. İmtahandan keçmədi ifadəsi ilə eyni mənadadır. Bu isə yanlışdır. Cavabımız olacaq 1 və 4. Mətndə nə mümkün olmur? Şahzadə aktyor köynəyini geyinməsi. Baxaq mətnə. Burada onun bir neçə peşə sahibinin köynəyini geyinməsi göstərilir. Həmçinin də paytaxtları gəzir, burada yazıb. Kral, imperator, şahzadələrin, knyazların köynəyini geyinir. Aktyorların, əskərlərin, tacirlərin. Aktyor sözü burada verilir. Deməli, bu mümkün oldu. Özünü xoşbəxt hesab edən adam tapmaq. Bəli, mətnin sonuncu hissəsində görürük ki, o əkinçi tapır, hansı ki, o özünü xoşbəxt hiss edirdi. Dərvişin hökmdar oğluna məsləhət verməsi də mətndə görünür. Bu hissədə yazır ki, sən xoşbəxt bir adamın köynəyini geyinə bilərsən. Bir nəfərin müxtəlif paytaxtlarda olması, yenə söhbət Şahzadədən gedir ki, o dünyanın bütün paytaxtlarına gedir. Cavabımız olacaq Şahzadənin köynək geyinməklə xoşbəxt olması. Çünki o nə qədər köynək geyinsə də özünü xoşbəxt hesab etmir və axırda tapdığı əkinçinin də köynəyi olmur. Ona görə də biz onun xoşbəxt olduğunu görə bilmirik. Nəyin səbəbi mətndə müəyyən edilmir? Şahzadənin taradakı əkinçi ilə söhbət etməyinin səbəbi odur ki, o ondan xoşbəxt olmasının səbəbini soruşurdu. Çünki hələ də xoşbəxt ola bilməmişdi. Şahzadənin özünü bədbəxt hiss etməyinin səbəbi mətndə göstərilməmişdi. Cavabımız bu variantdır. Dərvişə müraciət etməyin səbəbi o xoşbəxt olmağın yolunu axtarırdı. Ona görə də müraciət etmişdi. Şahzadələrin köynəyini geyinməyinin səbəbi dərvişin məsləhətinə uyğun olaraq xoşbəxt olmağa çalışırdı. Səyahətə çıxmağının səbəbi də xoşbəxtlik axtarmasıdır. Venn diaqramındakı yanlış fikirləri seçirik. Birincisi, məsləhət vermək şahzadəyə yox, dərvişə aid olan fikirdir. 2 düzdür, özünü bədbəxt hesab edir. Əkinci ilə həmsöhbət olan şahzadə idi, dərviş deyildi. Ona görə ortaq cəhət kimi verilə bilməz və cavabımız 1 ilə 3 olur. Xoşbəxtliyin yolunu göstərir. Bu da doğrudur, dərvişə aiddir. Əvvəldə işarə qoyulan abzaslar üçün ortaq cəhət əsas hissəyə aiddir. Bu doğru fikirdir. Oğlanın səyahət zamanı baş verən hadisələr haqqında məlumat verilir. Müxtəlif adamların köynəklərini geyinir. Dərviş məsləhət verir. Dərvişin məsləhət verməsi bu abzaslarda deyil. Deməli, işarə qoyulan abzasın biri bu hissədir. Köynək geyinməsi də yalnız bu abzaslardan birinə aiddir. Ona görə də digər abzasımız isə əkinçi ilə bağlıdır. Yaza bilərik ki, birincisi hər ikisi həqiqətən də əsas hissəyə aiddir. Bir də səyahət zamanı baş verən hadisələr 2 olacaq. Cavabımız 1 ilə 2. Əkinçinin xoşbəxt olduğunu kim təsdiq edir? Birincisi əkinçinin özü, ikincisi isə Harun Ər-Rəşidin oğlu. Çünki Şahzadə özü əkinçi ilə dialoqa girir, o elə Harun Ər-Rəşidin oğluydu və əkinçiyə deyir ki, sən çox xoşbəxtsən. Əkinçi də bəli deyə təsdiq edir. Onun xoşbəxtliyini vurğulayan kim oldu? Əkinçinin özü və Harun Ər-Rəşidin oğlu. Altından xətt çəkilmiş hissə ilə bağlı doğru fikir hansıdır? Mətnə nəzər salsaq, görərik ki, altından xətt çəkilmə abzas əslində məzmuna uyğun deyil. Burada qeyd edir ki, o
Nə qədər köynəklər geyinsə də əvvəl kimi bədbəxt olaraq qaldı. Davamilə elə biz yazsaq ki, oğlan səadət axtarışı ilə yenə uzun zaman səyahət etdi. Bu daha uyğun olar. Yəni bu abzasın burada olması ə, heç bir şey dəyişmir. Burada yazıb ki, həyat öz yolu ilə davam edirdi. İnsanlar müxtəlif problemlər içində yaşayırdılar. Yəni insanların problem içində yaşaması mətnin məzmununa heç bir şey qatmır. Və yaxud da bu insanlardan fərqli olaraq bütün şahzadələr yaşadıkları mühitdə özlərini həyatdan razı, məmnun hiss edirdilər. Həmçinin heç bu məzmuna uyğun da gəlmir. Yəni bütün insanlardan fərqli olaraq bütün şahzadələr özlərindən məmnun idilər. Bu yanlışdır əslində, çünki biz mətndə fakt görürük ki, Harun Ər-Rəşidin oğlu da şahzadə olmağına baxmayaraq xoşbəxt deyildi. Yəni əslində bu cümlə həm də məzmuna zidd cümlədir. İndi biz baxaq variantlara. Variantda deyilir ki, məzmunla tam səsləşir. Xeyr, qeyd etdim ki, səsləşmir əksinə. Dərvişin dilindən verilir xeyr. Bu müəllifin dilindən verilən cümlələrdir. İdeyanı açmır. Giriş deyil, əsas hissəyə aiddir. Cavabımız bu variantdır. Tərkib hissələr arasında əlaqəni pozur. Yəni orada verilmiş fikirlər məzmunla əlaqəsi olmayan fikirlərdir. Nəyi ehtimal etmək olar? Şahzadə səyahətə çıxır. Bu fakt idi, mətndə göstərilir. Fakt olaraq ehtimal deyil. Xoşbəxtlik axtarışını dayandırması. Biz mətnin sonunda şahzadənin əkinçi ilə dialoqundan başa düşə bilərik ki, o artıq fərqinə varır ki, xoşbəxtlik heç də hər hansı bir əşya ilə bağlı deyil. Yəni insanın daxilindən gələn bir şeydir. Düşüncə tərzindən asılıdır, düşüncəsindən, hadisələrə yanaşmasından asılıdır. Yəni çox böyük ehtimal etmək olar ki, şahzadə bu qənaətə gəlir. Ona görə və axtarışı dayandırmış ola bilər. Bunu ehtimal edə bilərik. Həmişə eyni libasda olmadığını, bunu da biz ehtimal edə bilmirik. Çünki bu faktdır. Yenə də mətndə görünür, o axı yazmışdı, müxtəlif insanların köynəyini geyinir. Belə çıxır ki, o həmişə eyni libasda deyildi. Xoşbəxt birini tapa bilmir. Əksinə tapır, əkinçi xoşbəxt idi. Dərviş vasitəsilə dərs alır. Bunu da biz ehtimal edə bilərik. Mətnin sonunda onun dərs almasına aid fikir verilməsə də, biz əkinçi ilə dialoqundan belə başa düşə bilərik ki, o artıq müəyyən dərs çıxarmışdı. Mətnin sonunda nöqtələrin yerinə uyğun cümlə tələb olunur bizdən. Deyir, köynəyimi, mənim köynəyim yoxdur. Bura yaza bilərik ki, xoşbəxt olmaq üçün mənim köynəyə ehtiyacım yoxdur. Köynəksiz də xoşbəxt olmaq mümkündür. Və ya meyarda verilmiş bu fikirlərdən birini də yazmaq olar. Köynək mənim nəyimə lazımdır. Həyat köynəksiz də xoşdur və s. Əsərin ideyasına uyğun fikri seçin və seçiminizi əsaslandırın. İdeyasına uyğun fikir birinci fikirdir. Çünki xoşbəxt olmaq üçün dünyanı dolaşmağa dəyər. Əslində biz görürük ki, o hər yeri gəzir, yenə də özünü xoşbəxt hiss etmir. Bu mətnə zidd olan fikirdir. Amma xoşbəxtlik var-dövlətlə deyil, insanın həyata münasibətindədir. Bunu biz əsaslandıra bilərik ki, Harun Ər-Rəşidin oğlu şahzadə olmasına baxmayaraq, var-dövlət içində böyüməsinə baxmayaraq, yenə də özünü xoşbəxt hiss etmirdi. Deməli, heç də xoşbəxtlik var-dövlətlə əlaqədar bir şey deyil. Həmçinin mətndə göstərilir ki, kasıb bir əkinçi, heç köynəyi olmayan bir insan özünü çox xoşbəxt hiss edir. Deməli, həqiqətən də xoşbəxtlik var-dövlətlə əlaqədar deyil. Mətnə əsasən yol verilmiş səhvləri düzəltmək üçün müqayisə cədvəlindəki hansı fikirlərin yeri dəyişdirilməlidir? Newton ölkədə pul istehsalını dəfələrlə artırır. Bu doğru fikirdir. Onun Montagu ilə işbirliyi nəticəsində bəlli olur ki, o əvvəlcə 4, sonra 8 dəfə artırmışdı. Dahi alim səviyyəsinə yüksələ bilib. Bu da doğru fikirdir. Biz burada görürük ki, yazıb elmdə dahi olan bu şəxsiyyət, daha sonra onun alim dərəcəsinə yüksəlməsi də qeyd olunub mətnin sonunda. Müəyyən sahəyə rəhbərlik edib. Bu isə ortaq fikirdir, yəni aşağı hissəyə yazılmalıdır. Çünki həm Montagu e, maliyyənin rəhbəri olub, Britaniya maliyyəsinin rəhbəri olmuşdu. Həmçinin Newton özü də
Bir müddət sonra açılan dərnəyə prezident seçilmişdi. Cəmiyyətin üzvü daha sonra prezident olmuşdu. Maliyyə bilicisi olub. Bu isə Newtona yox, Montequya aid fikirdir. Mətnin bu abzasından biz bunu görə bilirik. Beləliklə cavabımız olacaq 3 və 4. Biri Newtonun fəaliyyət göstərdiyi sahələrə aid deyil. Araşdırmalar aparmaq burada var, tədqiqatlar aparıb. Təhsil müəssisəsində çalışmaq yenə də bura aiddir, hansı ki, təbiət bilikləri ilə maraqlanan adamların dərnəkləri var idi və orada cəmiyyətin üzvü olmuşdu, sonra prezident olmuşdu. Kilsədən kənar işlə məşğul olmaq da elə bu dərnəyə aiddir, çünki burada yazıb ki, kilsədən asılı olmayan dərnək idi. Parlamentdə iştirak etmə mətnin giriş hissəsində göstərilmişdi. Dərnək yaratmaq düzgün cavabımız bu variant olacaq, çünki o dərnəyi özü yaratmamışdı. Yaradılmış dərnəyin üzvü daha sonra prezidenti olmuşdu. Əsas siyasi plan bəndlərinin ardıcıllığı tələb olunur. Newtonun prezidentlik dövrü, birgə səmərəli əməkdaşlıq, təsadüfi hadisənin yaratdığı problem. Birinci 3 olacaq. Çünki təsadüfi hadisə dedikdə burada baş verən yanğın və onun yaratdığı problem nəzərdə tutulur. Birgə səmərəli əməkdaşlıq ondan sonra gəlir, hansı ki, MonteQ ilə əməkdaşlığı. Üçüncü isə olacaq prezidentlik dövrü, yəni mətnin bu hissəsində verilib. Cavabımız 3, 2, 1-dir. Üzərində rəqəm yazılmış hansı sözün qarşılığı düzgün verilməmişdir? Birinci sözümüz fövqəl, qeyri-adi deməkdir. Doğrudur. Mətnə baxsaq biz burada fövqəl nəticələrə, qeyri-adi nəticələrə deyə bilərik. İkinci sözümüz bu şəxsiyyət siyasətdə şəxsiyyəti alimlə əvəz etmək uyğun gəlmir. Çünki alim başqadır, elm adamı deməkdir, amma şəxsiyyət sözünün mənası elm adamı demək deyil. Dərin. Üçüncü sözümüz ağır sınaqlar. Dərin sınaqlar deyə bilmərəm. Ağır sınaq dedikdə çətinliyi nəzərdə tutulur. Dərin sınaq ifadəsi ümumiyyətlə yanlışdır. Mühüm. Mühüm əlyazmalar, əhəmiyyətli əlyazmalar, bəli, eyni mənanı verir, əvəz edə bilərik. Araşdırma sözü də tədqiqat sözünün qarşılığı kimi işlənə bilər. Səhv olacaq 2 ilə 3. Çərçivədəki sözü hansı məcazi, mənalı ifadə ilə əvəz etsək daha uyğun olar? Çərçivədə verilmiş söz gələn deməkdir. Bu vaxt universitetə gələn kraliça. Biz bunu əvəzləyə bilərik baş çəkmək ifadəsi ilə baş çəkən. Daxil olmaq məcaz deyil. Rast gəlmək uyğun gəlmir. Kiməsə rast gəlmək təsadüfən kimləsə qarşılaşmaq mənasında işlənir. Yol ölçmək, ayaq açmaq isə tez-tez harasa gedib gəlmək deməkdir. O isə bir dəfə baş çəkmişdi sadəcə, yəni yoxlamaq üçün getmişdi. Newton hansı sahələrdəki fəaliyyətin nəticələri bir-birilə ziddiyyət təşkil edir? Cavabımız elə parlament və elm olacaq. Çünki o, elm adamı kimi nə qədər uğurlu olsa da, parlamentdə heç uğurlu deyildi. Hətta sonradan orada fəaliyyətini də dayandırır. Burada biz görürük, yazıb ki, o heç danışmırdı və elmdə dahi olan bu şəxsiyyət siyasətdə özünü göstərə bilməmişdi. Ona görə də elm və parlament fəaliyyəti bir-birlə ziddiyyət təşkil edir. Mətndə nədən söhbət getmir? Cavabımız ailə vəziyyətindən. Təltif olunması burada var, hansı ki, onu kraliça təltif etmişdi, titul vermişdi. Müvəqqəti fəaliyyətsizlikdən burada o əlyazmaları yandıqda uzun müddət psixi pozğunluğa səbəb olmuşdu. Pul istehsalı var, hansı ki, Monteq ilə birlikdə işbirliyi etmişdi. Təhsil müəssisəsi də məhz bu hissədə yaradılmış dərnəyi nəzərdə tutulur. Mətndə var. Yanğın baş verir, ona görə də əlyazmalar yanır və onun da nəticəsində Newton psixi pozğunluğa məruz qalır. Cavabımız 2, 1 olacaq. Dahi alimlər yalnız elmlə məşğul olmur fikrini əlaqələndirən fakt tələb olunur. Elmlə məşğul olmur, bəli, çünki mətndə göstərilir ki, Newton təkcə elmlə məşğul olmamışdı. Birincisi buradan seçə bilərik ki, parlamentə
üzv seçilir, parlament nümayəndəsi olur, yəni siyasətlə də məşğul olur. İkincisi, burada Montesquieu ilə işbirliyini yaza bilərik fakt olaraq, hansı ki, burada gümüş pulların istehsalını artırmışdı. Üçüncüsü, yaza bilərik idarə etmədə rol oynayırdı, hansı ki, o prezident olmuşdu, dərnəyin prezidenti olmuşdu. Yəni görünür ki, Newton bir neçə sahədə özünü sınamışdı. Metaldan pul hazırlanmasına bəhs olan abzasın ilk sözü və həmin abzasın aid olduğu tərkib hissə bu olacaq hələ sözü. İlk sözü hələ sözüdür. Söhbət bu abzasdan gedir və aid olduğu tərkib hissə mətnin əsas hissəsidir.